Bugünkü dersimiz buterbrotların hazırlanmasıdır. Buterbrotları hazırlamaq üçün ümumiyyətlə buterbrot sözünün mənası nədir? Kim deyə bilər? Gülay de. Yağlı çörək. Ay sağ ol, yağla çörək deməkdir. Buterbrotların neçə növ var? De. 2 növ var, sadə və növ. Ay sağ ol. İndi sizin hazırladığınız hansı buterbrot növlərinə aiddir? Mürəkkəb. Aha, sizin hazırladığınız? Mürəkkəb. Ay sağ ol. Mürəkkəb buterbrotlar nə deməkdir? Yəni nədir? Mürəkkəb Bütün olanlar azbəfləri hamısı hamısı bir yerdə olmaz deməkdir. Amma sadə buterbrotlar. Yəni iki sadə ötürəli. Yaxşı, indi siz deyin görək, mürəkkəb buterbrota neçə ərzaq lazımdır? Bir. Aha. Aha. Deməli, bir və daha artıq ərzaqlar lazımdır. Ay sağ ol. Yaxşı, başlayın indi işimizə görək. Yaxşı, kanepimi tarif hazırlayırdınız. Qızınızı görək, Durnazlı. Sən hazırladığın hansı buterbrot növünə aiddir? Aha, gəldi adı figurlarla kəsdirsən. Göstər figurlarla kəsdiyini. Ay sağ ol. Bu figurlarla kəsdiyimiz nələrdir? Adı nə gedir bunun? Aha, adı kanepe gedir. Kanepenin hazırlanması ardıcıllığını göstərək. Aha. Ay sağ ol. Deməli, çörəyimizi götürürük, figurlarla kəsirik. Ay sağ ol. Deməli, figurlarla kəsilməsi kanepemiz artıq hazırdır. Başlayırıq ki, kanepenin hazırlanmasına. Günay, sən də görək, sənin hazırladığın nədir? Anamızlar mürəkkəbdir. Yəni, Aha. bütün ləvazimatları olan, yəni 2 daha artıq olan. Aha, deməli, 2 və daha artıq olan nələrdir? Ləvazimatlardan olan buterbrotlarımızın hazırlanmasıdır. Başlayalım indi buterbrotlarımızı hazırlamağa.